Değerli izleyiciler, videonu beğenip kanala abone olun ki hər kəs son xəbərlərdən anında məlumatlansın. Övladlarınızı musiqiyə qoymayın bu sənəti öyrənsinlər. Öyrənsinlər də toylara getməyə qoymayın. Qoy ansambl, orkestr və musiqi məktəblərində çalışsınlar. Xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu deyib. O, övladlarının musiqiçi olmasını arzulayan valideynlərə səslənib. Övladlarınızı musiqiyə qoymayın. Qoymayın bu sənəti öyrənsinlər. Öyrənsinlər də toylara getməyə qoymayın. Qoy ansambl, orkestr və musiqi məktəblərində çalışsınlar. Çünki musiqiçilərə hörmət yoxdur. İndi hörmət olma qoyduran, əxlaqsızlıq edən qadınlaradır. Onlara hörmət edir, orada yox, burada otur deyirlər. Az qalır musiqiçilərə desinlər ki, burada oturmaq olmaz, biabırçılıqdır. Qoyun uşaqlarınız elm, başqa sənət öyrənsinlər. Hər gün bir şey öyrənirəm. Yaxşı ki, Bakı kəndləri və ziyalı insanlar var. Onlar musiqiyə hörmət qoyurlar.